Ümumiyyətcə, bütün bayaqdan danışdığımız məsələlərin hamısının əsli, problemi insanların bir qardaşın demiş olduğu məsələ ki, Allah Azza və Cəllə muvaffaq etmir. İki, muvaffaq etməməyin bir səbəbi var. Necə ki, Allah Subhanahu wa Ta'ala buyurur ki, sizin başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar səbəbi ilədir. Yəni, insanın Allahın zikri deyirik də, düzdür. Məsələn, insanlar çağırır qardaş, məsələn, dəvət edir, 50 nəfər çağırır, 10 nəfər gəlir, 20 nəfər gəlir, məsələn. Bunun səbəbi Allahın muvaffaq etməməsi bir. Allah da qullarına qarşı mərhəmətlidir. Nə zaman Allah Azza və Cəllə qulun muvaffaq etmir, məhrum eləyir? Nə zaman ki, qul Allaha asi olur. Qul Allaha asilik elədikcə, günahları artırdıqca, qul baxır ki, ömrü gedir, həyat gedir, fəqət Allah Azza və Cəllə ona xeyir nəsib eləmir. Necə sələflərdən birisi deyir ki, Allah qatında dəyərini bilmək istəyirsənsə deyir, bax gör deyir, Allah səni nəyə muvaffaq eləyir, nəyə muvaffaq eləmir. Yəni, onun oranında Allah qatında dəyərini insan bilir ki, sən dəyərlisən, yoxsa yox. Yəni, məsələn, insan səhər yuxudan oyanır, iş, güc, ailə, ev, zikrə çağırırlar, getmir adam, gəlir evdə oturur, bəlkə seriala baxır, bəlkə oyun oynayır, bəlkə, nə bilim, başqa işlərlə məşğuldur. Yəni, həmin insan öz halına dönüb baxmalıdır ki, yəni, Allah qatında mən nə günah eləmişəm ki, Allah Subhanahu wa Ta'ala məni muvaffaq eləməyib. Yəni, insanlar oturublar, zikr edirlər, qardaşım bəyə xatırlatdığı kimi mələklər bürüyüb, yəni, xeyirdir, yəni, hər bir şey, yəni, insanın bu dünyada etmiş olduğu şey bizim əməl tərəzimizə ya xeyir olaraq yazılacaq, ya da zərər olaraq yazılacaq. Yəni, etmiş olduğumuz şeylər ya sağ tərəfə yazılır və yaxud da sol tərəfə yazılır. İndi müsibət burasındadır ki, insan ömrünün, vaxtının qiymətini bilmir. Yəni, ömür o qədər dəyərlidir ki, sələflər saniyə söhbət ediblər. Saniyə. Yəni, məsələn, gəlib oturub danışmaq istəyəndə, gəlirlər ki, oturaq sənlə danışaq, deyir ki, sənlə bir şərtlə danışaram, günəşi durdursan, yəni vaxtı saxlasan, yəni vaxt getməsin, o halda səndən söhbət eləyərəm. Yəni, izin verməyiblər ki, kimsə gəlsin, onların vaxtını uğurlasın. Yəni, onlar çünki bilirdilər ki, ömür, həyat, vaxt sərmayədir. Yəni, insan necə sərmayəni boş şeylərə xərcləyə bilər? Yəni, ömür dəyərli bir şeydir. Hər saniyə bizim üçün dəyərli olmalıdır. Hər saniyə. Çünki bir saniyədə bir dənə Subhanallah demək olur. Yəni, bir Subhanallah qiyamət günü sənin tərəzivi oynada bilər. Təsəvvür edirsən bu nə deməkdir? Yəni, bir saniyə, bir Subhanallah deməkdir, bir La ilahə illallah deməkdir. Yəni, qiyamət günü sənin tərəzivi yerindən oynadacaq. Yəni, La ilahə illallah necə bir kəlmədir? Əzəmətli kəlmədir, düzdür. Allah Azza və Cəllə Musa ilə arasında danışanda nə dedi? Ey Rəbbim, mənə elə bir zikr öyrət ki, yəni, xüsusi bir şey olsun. Allah Azza və Cəllə nə dedi? Dedi ki, La ilahə illallah. Soruşanda ki, Musa aleyhissalam, ya Rabbi, bunu sənin bütün qulların deyirlər. Allah Azza və Cəllə nə dedi? Dünyanı tərəzinin bir gözünə qoysan, La ilahə illallahı tərəzinin bir gözünə qoysan, La ilahə illallah ağır gələr. Yəni, bu kəlmə bəsit kəlmə deyil. Amma neçə saniyədə çıxır ağızdan? Bir saniyədə. Yəni, deməli, bizim üçün bir saniyənin çox böyük qiyməti var. Bir saniyədə insan kafir olur. Bir saniyədə. Ağzından küfür sözü çıxardır, kafir olur. Dinlə istehza edir, kafir olur. Bir saniyə. Yəni, bir saniyə bəsit bir vaxt deyil, elə belə deyil. Yəni, bir saniyə mömin üçün çox dəyərli olmalıdır. Məsələn, sələflər vaxta o qədər qiymət verirdilər ki, dəyərli idi onların yanında. Keçəndə görürlər ki, uşaqlar oynayır, baxırlar uşaqlara həsrətlə, deyir, kaş ki, onlar vaxtlarını satardılar, biz onlardan alardıq. Yəni, boşda oynayırlar onsuz da, kaş ki, pul verərdik, biz o vaxtı onlardan alardıq. Yəni, vaxt onların qatında çox dəyərli bir şeydir. Ona görə vaxtı önəm verirdilər və Allah da onların ömürlərinə bərəkət verdi. 50 il, 60 il, 40 il yaşayırdılar. İmam Nəvəvi nə qədər kitabları var, nə qədər fəziləti var. Adam nələr buraxmayıb ümmət üçün, düzdür? İbn Teymiyyə nələr buraxmayıb ümmət üçün, İbn Qeyyim nələr buraxmayıb. Baxırsan ki, ömür, yəni biz də o ömrü yaşayırıq, çoxumuz, düzdür? Gəlir 50 il, 60 il, 65 yaş. Yaşayırsan o bərəkət yoxdur. Halbuki onların şəraiti, onların durumu vallahi bizdən daha pis idi. Yəni, onlar məsələn, işıq yox idi. Onların oxuma şərtləri necə idi? Yəni, günəş çıxdı,
Günəş batana qədər bitdi. Ondan sonra nə var idi? Şam var idi. Şama da pul varsa, şam almağa, yandırmağa, bir şeylər istifadə etməyə və ya onun mislində bir şeylər əldə etməyə güc varsa var. Yəni o şam işığı ilə də nə qədər artıq oxuya bilirsənsə, nə qədər xeyrə nail ola bilirsənsə, bir hədisi eşitmək üçün uzaq bir yol qət edirlər. WhatsApp-da yaza bilmirdilər. Məsələn, bizdə necədir? Rahat, qardaş sual verir, bilmirəm, şeyxə yönləndirirəm. Şeyxlərdən birinə yazırsan, cavab verir, götürürsən, kopyalayırsan, göndərsən qardaşa, səslə də tərcümə edirsən, bitdi, düzdür? Onlar belə eləmirdilər. Onlar qaç gedirdilər, addımlayırdılar, yol qət edirdilər. Ya sahabə bir hədisi eşitmək üçün 6 ay yol gedir. Sahabə. 6 ay. Yəni 6 ay adam yol gedər. Nə üçün getmisən? Bir hədis üçün adam yol. Buxarinin kitabı bizdə hardadaq? Evdə Allah bilir hansı otaqda, hansı tozun, hansı dəftərin, hansı şkafın içərisindədir evlərdə. Muslim eyni tərcümə olunub, Allah bərəkət verib, əlhamdülillah gözəl. Hardadır evlərdə cilt-cilt kitablar, qardaş var kitabxanası, burada başlayır, orada qutarır. Hər şey bərəkət, hər şey artıb, hər şeyə nail olursan, eyni bərəkət var, yoxsa yoxdur? Yoxdur. Yəni biz onlardan daha çox, yəni məsələləri daha tez əldə edə bilirik axı. Daha tez İbn Teymiyyə istəmirsən, aç kitabını oxu. Onlar İbn Teymiyyəni görmək üçün yol qət edirdilər. Aydındır. Onlar İbn Teymiyyəni gedib ağzından İmam Əhmədi görmək üçün gedirdilər, yol gedirdilər yanına ki, Əhməd hardadır, Əhməd hardadır. Gəlirdilər, alırdılar, gedirdilər və Allah onlara bərəkət vermişdi axı. Səbəb nə idi? Onlara vaxt deməli, məsələ nəyisə əldə etmək deyil, nəyisə rahat əldə etmək deyil. Məsələ burasındadır ki, Allah sənə bərəkət verib yoxsa yox. Allah Azza və Cəllə onların qısa həyatlarına elə bir bərəkət verdi ki, qiyamət gününə qədər, hətta o adamlara baxırsan, adını çəkdiyimiz adamlara, ömrünün çoxsu da həbsdə olub. Yəni elə insanların arasında oturub da çox məclislərin başında olan adamlar da olmayıblar. Həbsdə, türmələrdə, işgəncələr altında. Yəni bir adam işgəncə görə nə qədər elm öyrənə bilər? Yəni adam ha belə döyülür, ha belə şallaqlanır, ha belə zülm altında nə qədər elm öyrənə bilər? Nə qədər dəvət eləyə bilər? Nə qədər kitab yaza bilər? Amma yazırdılar. Allah muvaffaq eləmişdi. Məsələn, Hənəflərin böyük alimlərindən İmam Sarahsi quyuya atılır, quyuya və əlində də heç bir mənbəsi olmur. Əlində də heç bir mənbəsi olmur. Tələbələr quyunun başına gələrdilər, ondan fətvalar alardılar. O da onlara məsələləri zikr eləyərdi. Yəni mənbələri ilə bərabər, harda nə keçir, onunla bərabər əlində də heç bir mənbə, heç bir kitab olmamasına rəğmən. Və həmin o məbsud kitabı bu günləri ümmət arasında oxunulan, danışılan, tələbələrə dərs keçirilən insanlar arasında məşhur kitablardandır. Yəni deməli, bərəkət Allahın vermiş olduğu bərəkətdir. Amma bizdə məsələ necədir? Bizdə məsələlər fərqlidir. Dediyim kimi, hər şeyi asan əldə edə bilirik. Elm tələbələri cibimizdədir. Düzdür axı? Var idi əvvəllər elə şey. Məsələn, kiməsə elm əhlinə sual vermək üçün, tələbəyə sual vermək üçün adamlar gedirdi, yol gedirdilər. Düzdür? Məsələn, adam tutaq ki, lap bundan biraz öncəyə də getsək, çox uzağa getməyə ehtiyac yoxdur. Məsələn, şeyxlərlə WhatsApp-da danışmaq nə idi? WhatsApp var idi? Yox idi vallahi. İnsanlar minirdilər, gedirdilər, pul düzəldirdilər, samolyot pulu, bu. Gedirdi, get bir dənə bu sualı şeyxdən soruş, qayıt ki. Adam gedirdi, əziyyət çəkirdi, sonra gəlirdi ki, şeyx belə-belə deyir. Yəni, məsələlər daha çətin idi və daha bərəkətli idi. İndi daha asandır, fəqət baxırsan ki, Allah subhanahu wa ta'alənin bərəkəti qalxıb. İndi məsələ burasındadır ki, burada İmam İbn Qeyyim rahimehullahın məşhur bir sözü var. Daha doğrusu bir yeri də qeyd edeyim, ondan sonra inşallah İbn Qeyyimin sözünə keçəcəm inşallah. Və bu rahatçılıq gəldikcə insan həm xeyirlərdən məhrum olur, rahatçılıq gəldikcə və eyni zamanda da xeyirlərdən məhrum olmaqla bərabər Allaha olan asiliyi artır. Allaha olan asiliyi artır. Halbuki necə olmalıydı? Nemət gəldikcə sən Allaha yaxınlaşmalıydın. Düzdür? Məsələn, ev yoxdur. Allah Azza və Cəllə sənə ev verib. Sən ev olmayanda, kirada qalanda harda zikir məclisi var idi, oradan idi. Düzdür? Qaçırdın müsəlmanların işinə. Ev gəlib, normalda bu dünyada olan neymətlər, ev, maşın, pul, para, bunlar hamısı nə üçündür? Sən Allaha daha gözəl qulluq eləyəsən deyə. Yəni bunlar sənə verilmir ki, bu dünya əbədi deyil, düzdür? Sənin evin rahat, o kondisioner var ya başımızın üstündə. O nə üçündür? Biz Allaha daha gözəl qulluq eləyək deyə. İsti olanda kondisioneri qoşursan, Allaha daha gözəl ibadət edirsən, zikir məclisi daha yaxşı keçir, insanlar yorulmurlar, bərəkətli olur, düzdür? Hər bir şey ətrafda olan bütün neymətlər hamısı səni aparmalıdır hara? Allaha aparmalıdır. Sənə Allaha olan ibadəti asanlaşdırmalıdır. Bizdə necədir? Neymət gəldikcə biz azğınlaşırıq. Neymət gəldikcə biz azğınlaşırıq və vallahi bundan təhlükəlisi də yoxdur. İmam İbn Qeyyim rahimehullah deyir ki, günahlar deyir, müxtəlifdir deyir. Günahlar müxtəlifdir. Ən mundar günah deyir, ən çirkin günah, insana neymət gələndən sonra etmiş olduğu günahdır deyir. Ən mundar günah,
insana nemət gələndən sonra etmiş olduğu günahdır. Yəni, məsələn, sən əvvəl miniyin yox idi, avtobusda gedirdin. Allah Azza və Cəllə sənə muvaffaq eləmişdi, xeyir əməl üzərindəydin və haramlardan özünü qoruyurdun. Qadın görəndə özünü çevirirdin, gəlirdin, Allah mənə bağışlasın. Miniyin var, indi harama baxırsan. Düzdür? Ən mundar günah deyir. Allah sənə nemət verəndən sonra Allaha asilik etməkdir və bu günahlar içərisində ən mundarıdır deyir. Yəni, fərqi yoxdur, nə günah olursa olsun, nemət gələndən sonra səndə baş veribsə, bil ki, deyir, bu günahların mundarlığıdır. İkincisi, indi gör məsələni hara bağlayır. Və qiyamət günü əzabın şiddəti deyir, bu dünyadakı günahın mundarlığı qədərdir deyir. Yəni, bu dünyadakı o günahın mundarlığı, həmin o günahın mundarlığı nə qədər böyük olubsa, bil ki, deyir, o dünyada əzabın şiddəti də bu dünyada olan günahın mundarlığına görədir. Yəni, deməli, nemət gələndə insan azğınlaşırsa, nemət gələndə, məsələn, dediyim kimi, minih yox idi, xeyir üzərində idi. Minih gəldi, bütün xeyirlər getdi, asiliklər başladı. Ev yox idi, narahat idin, işdə, xeyir üzərində idin. Ev gələndən sonra başladın asilik eləməyə. Allah Azza və Cəllə, məsələn, texnologiya yox idi, insanlar əziyyət çəkirdilər. Allah nemət verdi bizə, elm öyrənmək üçün, elm tələbələrindən soruşmaq üçün, elm əhlindən soruşmaq üçün. Fəqət sən oturdun, seriallara baxmağa başladın. Allahın sənə vermiş olduğu neməti pis bir yerdə istifadə etməyə başladın. Bu deyir ki, İbn Qeyyim, günahlar içərisində ən mundar günahdır. Yəni, bu nəyə bənzəyir axı? Nəyə bənzəyir? İnsan sənə yaxşılıq eləyir bu dünyada, sən ona pis deyirsən. Düzdür? Məsələn, insan deyirsən ki, qardaş, evim eşiyim yoxdur. Ən uzun misallar Allaha aiddir. Ta ki, məsələlər aydın olsun. Məsələn, deyir, evim eşiyim yoxdur. Deyirsən, subhanallah, bismillah, al bu 50 min, bu sənə ged özvə ev al. Miniyin yoxdur, bismillah, al bu 20 mini, ged özvə mini al. Hamısını edirsən, sonra həmin o neymətlər sənə gələndən sonra qarşı tərəfə nə edirsən? Asi olursan. Həmin o asilik qədər mundar bir asilik var axı. O asilik qədər mundar. İndi təsəvvür elə ki, bu insanlar arasında belədirsə, ən uca misallar Allaha aiddir. O aləmlərin Rəbbidir. Yəni, o sənə heç bir şey verməsə belə, haqq etmir ki, sən ona asi eləyəsən axı. Heç bir şey verməsə sənə, heç bir şey. Yəni, o haqq etmir ki, sən ona asi olasan. Çünki o aləmlərin Rəbbidir. O səni yəni, sən yox ikən o səni bu dünyaya gətirdi. Düzdür? Yoxluq aləmi deyilən bir şey var da, yoxdur, heç kim, düzdür? Sən bundan öncə heç bir şey xatırlamırsan. Yox idin sən. Allah səni yoxdan var elədi, düzdür? Yəni, insandan soruşsan ki, o yoxluqda qalmaq istəyərdin. Yoxsa Allahın səni bu dünyaya gətirib, sənə 2 göz, 2 qulaq, 2 ayaq, 2 əl verməsini istəyərdin. Əlbəttə, heç bir insan yoxluğu istəməz. Yəni, yoxluq əziyyət verici bir şeydir. Sən təsəvvür edə bilirsən yoxluğu, qaranlıq, zülmət, yoxsan. Fəqət Allah səni o yoxdan, o zülmətdən nura çıxartdı. Səni bir nütfədən yaratdı. Yəni, hər bir şey bir hikmətə bağlıdır da. Bu dünyada heç bir şey boşu-boşuna deyil ki, Allah niyə insanı göydən zəmbillə indirmədi? Yəni, göydən zəmbillə inərdə insanlar bir-bir baxardı ki, uşaq dünyaya gəlir, nə bilim, uşaq göydən zəmbillə enir, nə bilim, yolda, evdə gedərdi, bir otaqda uşaq çıxdı, belə olmadı, düzdür axı. Nədən yaratdı insanı? Bir damla sudan. Ta ki, insanın nəfsi azğınlaşanda Allah Azza və Cəllə insanı özünə qaytarır. Yəni, heç baxmırlar nədən yaranıblar, deyir Allah Azza və Cəllə. Yəni, insan təkəbbürlənəndə, insan kibirlənəndə, o nədən yaranmış olduğu şeyə baxanda, həmin o kibri, həmin o Allaha olan asili yerlə bir olmalıdır. Və ən mundarı da budur ki, insan bütün bu aciziyyətə baxmayaraq Allaha asilik eləyir, özə böyük asiliklər eləyir. Yəni, ona görə günahı xəfifə almaq olmaz. Günah Allaha qarşı ediləndə, məsələn, istər bu kiçik olsun, istər böyük olsun, fərq etmir. Necə sələflər nə deyirdilər? Sən günahın kiçiyinə, böyüyünə baxma, bax gör sən kimə asilik eləyirsən. Sən aləmlərin Rəbbinə asisən. Və sələflər deyirlər ki, günah insanın gözündə nə qədər kiçilirsə, Allah qatında da bir o qədər böyüyür. Məsələn, sən seriala baxırsan, oturmuşsan evdə, kino, qadın, qız, hər şey keçir orada. Baxırsan, izləyirsən, musiqi gəlir, keçir. Yəni, bərbad vəziyyətdir, düzdür? Hər bir haram var orada. Sən onu izləyirsən, bil ki, bu Allah Subhanahu, sən gözündə nə qədər kiçildirsə, nə var ki, burada dediksə, o Allah qatında böyüyür. Məsələn, bu günləri ən bərbad müsibətlərdən, ən böyük şeylərdən birisi nədir axı? Bu gün, məsələn, statuslara baxırıq da, müsəlmanlar musiqili şeylər paylaşırlar. Vallahi yaxı. Yəni, insan nə hala düşməlidir ki? Bundan öncə necə idi? Bundan əvvəl 5 il, 10 il, bundan qabaq müsəlmanlar təzə-təzə iman gətirəndə, yəni dəvət insana təzə ulaşıb, sən sevinirsən, fərqli insanlarla bərabərsən. Yəni, o insanların yanında bıraq
statusa nəsə qoymağı, burax, yəni sən qorxurdun ki, birdən nəsə artıq hərəkət eləyərəm mən. Artıq hərəkət. Yəni burax musiqili TikTokdan video paylaşır, nə bilim nə edir. Hələ abırsızlar var, vallahi yaxı abırsızlar. Altdan yazır ki, musiqiyə görə heç kim mənə nəsihət eləməsin deyir. Təsəvvür elə. Yəni deyir ki, musiqiyə görə heç kim mənə nəsihət eləməsin, bilirəm deyir. Yəni adam bezib də öcə. Yəni o qədər yazırlar ki, qardaş Allahdan qorx, falan Allahdan qorx. Buna görə mənə yazmayın deyir. Yəni təsəvvür elə insan nə qədər Allah sənə nemət verir, sən Allaha qarşı asiliyi artırırsan. Sən Allaha qarşı həddini aşırsan. Bu günahlar yığılır. TikTokda da 10 saniyəlik videoda da deyirsən. Məsələn, şeir paylaşıb. Aşıq olub bu, şeir paylaşır durumunda. Orada bir dənə musiqili fondur, bir dənə qızdır, orada nə bilim nə oxuyur, nə deyir. Bu da maşallah paylaşır. Yəni hamısı müsibətdir, hamısı. Bu müsibətin səbəbi və günahların belə bir xüsusiyyəti var axı. Günah sənə harda nə bəla gətirəcəyini bilmirsən axı. Yəni balaca belə olsa, kiçik belə görsən, o günahın səbəbi ilə nədən məhrum olacaqsan bilmirsən. O zikrə gəlməyən qardaşlar var, nə asiliklər etdiklərini Allahdan başqa heç kim bilmir axı. Yəni bəlkə də onun gözündə heç bir şey eləmirdi. Nə edirdi ki, status qoymuşdu, musiqiyə qulaq asırdı, nə bilim nə edirdi. Həmin o bir dənə günahın səbəbi ilə Allah xeyirdən məhrum eləyir. Allah ona nə bəlalar verir biz bilmirik axı. Ona görə insan günahı xəfifə almamalıdır. Adəm əleyhissalam bir dənə ağaca yaxınlaşdı. Nə oldu axı sonuc? Sonuc nə oldu? Cənnətdən qovuldu axı. Bir dəfə. Heç, yəni insan bilsə ki, bu günahı eləyəndə aqibəti nə olacaq, o günaha yönələr. Bilsə ki, mən bunu götürəndə, buna yaxınlaşanda aqibət bu olacaq. İnsan buna gedər axı, insan buna getməz. Ona görə günahlar çox təhlükəlidir axı. İnsan günahın harda ona nə zərər gətirəcəyini bilmir. Məsələn, Allah Azza və Cəllə qövmləri həlak edir. Nəyə görə həlak edir? Nə səbəbi ilə həlak edir? Günahlar səbəbi ilə axı. Yəni günahlar o toplumda artanda Allah Subhanahu wa Taala, Allah Azza və Cəllə onlara müsibət göndərir. Allah onlara bəla verir və onları həlak etdi Allah Azza və Cəllə və ibrət etdi. Ona görə günahın harda insana nə bəla gətirəcəyini biz bilmirik. Bəlkə dərslərdə eşitmisiniz, məşhur qissədir. Adamın birisi son dönəmlərdə təxminən bundan 100 il, 200 il öncə baş vermiş hadisədir. Alimlər deyirlər ki, bu adam bu hala düşməsinin səbəbi Allahın əzəmətini unutduğuna görə idi. Yəni Allahın əzəmətini unutdu, düşündü ki, Allah Subhanahu wa Taala bu günahına görə onu cəzalandırmaz və girdi bir tacirin evinə, mən qısa danışıram, qissənin biraz önü uzundur. Bir tacirin evinə girdi deyir və tacirin evdə ağlayan uşağını uşağı aldı çölə çıxartdı deyir. Uşağın gecə ağlaması ilə, yəni uşağı gecə çölə çıxardı, uşaq ağlayır. Anası çölə çıxdı, sonra atası çölə çıxdı. Bu da sevinə-sevinə evin içərisinə girdi deyir. O mallara əl uzatdığı yerdə Allah Azza və Cəllə ildırım göndərdi deyir. Və ildırımla bərabər Allah Azza və Cəllə onu o evin içərisində həlak etdi deyir. Yəni evi onun başına yıxdı. Yəni alimlər deyirlər ki, bu qissədə bax Allah Subhanahu o adam Allahın əzəmətini unutduğu zaman Allah Azza və Cəllə ona bəla göndərdi və onu insanlara ibrət etdi. 200 il keçib, 100 il keçib, insanlar hələ də onun haqqında danışırlar. Təsəvvür elə. Yəni sən bilmirsən ki, o günah səni nəyə aparacaq? O günah səbəbi ilə Allah Azza və Cəllə sənə nə kimi bir bəla verəcək. Ona görə günahlar təhlükəlidir və günahların insana vermiş olduğu başqa müsibətdən qəlbin paramparça olması. Məsələn, bu günləri bizim qəlblərimiz nə vəziyyətdədir? Allahın rəhmətliklərindən başqa qəlblər paramparçadır, qəlblər darmadağındır. İnsanlar özlərinə yer tapa bilmirlər. Gəlir müsəlmanların arasına, olmur deyir. Gedir cahillərin yanına, olmur deyir. Gedir nə bilim işləyirəm deyir, başımı qatıram, olmur der. Qəlb paramparçadır. Səbəb Allaha edilən asiliklərdir. Yəni sən o qəlbi qəlb kimin əlindədir? Qəlblər Rəhmənin əlindədir. Qəlblər Rəhman olan Allahın, yəni istədiyi zaman istədiyi yerə çevirməyə qadir olan Allahın əlindədir. Düzdür? Sən Allahdan başqasına yönəlmirsən. Həqiqi qəlbin sahibinə yönələ bilmirsən. Bir türlü qayıda bilmirsən. Çünki sən elə bilmə ki, bugün günah eləyirsən, mütləq sabah qayıdacaqsan. Vallahi Allah muvaffaq edəmədiyi neçə insanlar var. Yəni sən bilmirsən ki, Allah səni o tövbəyə qaytaracaq yoxsa yox. Məsələn, insan günah eləyir, içki içir, zina eləyir, qadına baxır, haram eləyir və sonra gəlir tövbə eləmək istəyir. Baxırsan ki, o tövbə elədiyi yerdə günahın şirinliyi buna gəlir. Günahın şirinliyi. İndi bu tövbə sayılır yoxsa yox? Tövbə sayılmır. Çünki niyə? Həqiqi mənada adam peşman olmayıb. Peşmançılıqla günahın şirinliyi bir arada ola bilər axı.
Mən tutaq ki, günah eləmişəm dünənləri, içki içmişəm, bu gün də gəlmişəm peşmanam, əl açıram, ya Rabbi məni bağışla, birdən ləzzəti gəlir mənə, ləzzət. Bu, ola bilər axı bu tövbə deyil. Ona görə bəzən baxırsan ki, o qəlbdə olan xəstəlik səbəbi ilə, qəlbin darmadağın olma səbəbi ilə Allah Azza və Cəllə səni muvaffaq eləmir. Oturursan, eləyə bilmirsən. Əl qaldırırsan, eləyə bilmirsən. Qardaş var, deyir, vallahi, deyir, 30 saniyədən çox əlimi göydə saxlaya bilmirəm, deyir. Əlim yerə düşür, deyir. Niyə saxlaya bilmirsən? Yəni, Allah Azza və Cəllə muvaffaq eləmir. 1, 2, qəlb darmadağındır. Qəlb Allaha həqiqi mənada yönələ bilmir. Qəlb Allaha yönələ bilmədiyi zaman, qəlb günahlarla dolu olduğu zaman, günah nədir axı? Qara nöqtədir. 1 başlayır, 2 başlayır və get-gedə böyüyür və qəlbi tamamən əhatə edir və bir müddət sonra sən heç nə hiss eləmirsən. Neçə insanlar var axı. Deyirlər ki, biz zikr məclisində heç nə hiss eləmirik. Adam var, vallahi, deyir, mən Kəbəyə getdim, deyir. Kəbənin içinə girdim, deyir. Yəni, təvaf elədim, ibadət elədim. Geri qayıdıb burada qardaşlara deyir ki, zərrə qədər, deyir, heç bir şey hiss eləmədim, deyir. Yəni, təsəvvür elə bu insan nə haldadır? Bu insan nə haldadır, Allah bilir. Yəni, qəlb nə haldadır, qəlb nə vəziyyətdədir ki, bu adam gedir, Allahın evini görür. İnsanlar var ki, vallahi orada ürəyi partlayır. Yəni, gedir ora, Allahın əzəmətindən, Allahın böyüklüyündən, Allah subhanahu wa ta'ala olan təzimdən, Allahın böyüklüyündən adamın orada ürəyi partlayır. İndi bu ürəyi partlayan adamla qəlbində heç bir şey hiss eləməyən adam necə eyni ola bilər axı? Deməli, bunların qəlblərində çox böyük fərqlilik var. Birisi Allaha asiliklə o qəlbi qaraldıb, biri də tövbə və istiğfarla Allah Azza və Cəllənin gözündə həqiqi mənada ucaldıb. Və belə olmadığı halda, qul günahlara düşdüyü halda bilməlidir ki, Allah subhanahu wa ta'ala o əzəmət sahibidir və o günahın ona nə zərər gətirəcəyini dedi ki, insan fərqində olmur. Bəzən insan çöldə günah eləyir, gəlir ailəsinə problem yaşayır. Səbəb nədir? Səbəb insanın etmiş olduğu günahlardır. Yəni Allah Azza və Cəllə ona rahatçılıq vermir. Evinə gəlir sıxıntılı, işinə gedir sıxıntılı, səbəb Allaha etmiş olduğu asilikdir. Çölə çıxır hisslə, maşını xodlayır, maşın xodlanmır. Yəni, bütün bunların hamısı insanın Allaha etmiş olduğu asilik səbəbi iləndir. Allaha asilik elədinmi, Allah subhanahu wa ta'ala sənin bütün işlərvi bir-birinə qarışdıracaq. Rahatçılıq tapa bilməyəcəksən. Bax, nə qədər zalimlar var. Zahirən hər şey əladır onlarda, düzdür. Pul onlarda, imkan onlarda, hər bir şey onlarda. Soruş, qəlblər rahat deyil. Özlərinə bir türlü yer tapa bilmirlər. Yəni, məsələn, o ən son ölən o İngiltərənin kraliçası, düzdür, necə öldü axı? Gözləyirdi o ölümü. Yəni, bugün gələcək, indi votam öləcəm. Bəlkə də harasa səfərə bir adam göndərmişdi, ondan cavab gözləyirdi. Bəlkə də, çünki onların, kafirlərin ölümlə bağlı çox da bir şeyləri yoxdur. Yəni, onlar ölümü müsəlmanlar kimi göz önündə tutun, bugün öləcəm, sabah öləcəm, belə bir dərdləri yoxdur. Onlar zənn edirlər ki, yedimiş olduğu qidalar səbəbi ilə, özlərinə vurmuş olduqları hormonlar səbəbi ilə daha uzun yaşayacaqlarını planladıqlarına görə fəqət baxırsan ki, Allah Azza və Cəllə bir an gəldi, Allah Azza və Cəllə onun canını aldı. Onun bəlkə nə qədər planları, nə qədər daha çox insanları ifsad edəcəyinə dair, nə qədər yer üzünü fəsada verəcəyinə dair, bəlkə insanlardan xəbər gözləyirdi, bəlkə həyəcanlı idi, bəlkə gözəl bir xəbər gözləyirdi özü üçün, özlüyündə. Fəqət Allah Azza və Cəllə onun canını aldı, onu bir kəfənə bükdürdü və onu torpağın altına atdırdı. Torpağın üstü bəlkə bərbəcəkli ola bilər, daşlar hündür ola bilər, ətraf dəmirlə bürünmüş ola bilər, amma torpağın altı eynidir. Yəni, burada Kazım kişi öləndə onu qoyduğumuz yer haradırsa, vallahi ona da qoyulan yer ondan fərqli bir yer deyil. Yəni. Eyni şey, eyni torpağın altıdır. Fəqət torpağın üstününsə zaten o ölüyə heç bir faydası yoxdur. Ona görə Allaha asi olan insana gələn bəlalardandır ki, onun qəlbi rahat olmur və qəlbi paramparça dağınıq bir vəziyyətdə olur. Senin günahlar insanın məsələləri başa düşməsinin önündə əngəldir. Allah subhanahu wa ta'ala günah eləyən insanlardan fəhmi alır. Günah eləyən insanlardan fəhmi alır və onlarda olan o bərəkəti qaldırır. Məsələn, müsəlman insan, normalda müsəlman, Allahdan qorxan, təqva sahibləri necə olublar axı? İti olublar. Yəni, gözləri iti olub, baxışları iti olub, necə deyirlər, fərasət sahibi olublar. Yəni, insana baxanda biliblər ki, bu nə insandır? Allah Azza və Cəllə onlara xüsusi bir şey verib, fərasət verib. Məsələn, belə baxıblar adama, deyiblər ki, bu xaindir, bu aldadır, bu belə eləyir, bu belə eləyəcək. Düzdür? Məsələn, məşhur qissə Ömər radiyallahu anhunun qissəsi nə idi? Ömər radiyallahu anhu girir bir qılınc itiləyənin yanına və deyir ki, nə inirsən deyir?
Deyir, ey Ömər, deyir, qılınc itiləyirəm və vallahi deyir, bu bəldədə deyir, məndən daha gözəl qılınc itiləyəni də tanımıram deyir. Ömər radiyallahu anh oradan çıxır, yanındakı sahabə deyir ki, bu adam deyir, məni təhdid elədi deyir. Təsəvvür elə və Ömər radiyallahu anh onda o adamı öldürür. Yəni, bu nəyin vermiş olduğu bərəkətdir? Allahın vermiş olduğu bir bərəkət, fərasətdir. Yəni, gözə vermiş olduğu itilikdir. Nəyin müqabilində? Allahdan qorxmağın müqabilində. Kim Allahdan qorxarsa, Allah ona mütləq bir çıxış yolu göstərər. Ona görə biz bu günləri fərasət sahibi deyiliksə, gözlərimiz iti deyiliksə, gələn deyir, pulumu verdim, çıxdı, getdi, Allahdır məni, o deyir ki, həldə bu Allahdır məni, filan kəsə sədəqə verdim, o atdı mənə. Nəyin səbəbi ilədir axı? Asiliyin səbəbi, müvəffəq ola bilməmsən. Yəni, o Allahın vermiş olduğu o bəsirət səndə bağlanıb nəyin səbəbi ilə? Günahlar səbəbi ilə. Günahlar artdıqca sən körlaşırsan. Sən özünü çox ağıllı zənn eləyirsən. Fəqət Allah Azza və Cəllənin o bəsirət, o gözə vermiş olduğu itilik səndən nə edir? Səndən qalxır. Həmçinin insan fəhm eləyə bilmir məsələləri. Məsələn, iki məsələ arasında qalır. Bəzən baxırsan ki, qardaş, bu nə söz idi, dedi. Yəni, məsələn, bir sual vermirsən adama, elə bir cavab verir ki, normalda bəlkə uşağın verəcəyi cavab deyil, səbəb etmiş olduğu asilik səbəbi ilə Allah Azza və Cəllə ağlını qıtlaşdırıb. Çünki günahlar qəlbi öldürdüyü kimi ağlı da bərabərində örtür. Yəni, insanın ömrünün bərəkətini alır. İnsanın ağlının, insanın həyatının bərəkətini alır günahlar. Ona görə günah çox təhlükəlidir. Hətta kiçiyindən böyüyünə. Yəni, kiçik günah da yox. Kiçik günah sənə harda nə səbəb, harda nə eləyəcək bilmirsən axı. Harda nə eləyəcək sənə bilmirsən. Ona görə yəni insan gələ Allahdan qorxsun. Yəni insanın biz hamımız, hər bir müsəlman, necə Peyğəmbər sallallahu aleyhi və səlləm necə elm tələb etmək hər bir müsəlman qadına və kişiyə fərzdir. Məsələn, bugün elm tələb eləyə bilmirsən, elm öyrənə bilmirsən, elmi qoyuram qırağa. Vallahi insanlar aylardır Quran oxumurlar. Ayları bıraq, Ramazanda oxumuşam deyir. Keçən il oxumuşdum deyir. Bu il deyir, heç Quran oxuya bilmədim. Ramazan gəldi deyir, Quran oxuya bilmədim deyir. Yəni sən təsəvvür elə, insanın Quranla bağı qopub axı. Daha böyük bir müsibət var insan üçün. Yəni sən Allahın kəlamından uzaq düşmüsən. Sən bilmirsən ki, axırıncı dəfə nə vaxt Quran oxumusan. Sən bilmirsən ki, axırıncı dəfə hansı ayəti oxuyub təsirlənmisən. Harda oxumuşuq ayətləri axırıncı dəfə? Statuslarda. Maşallah dolu daxı girirsən. Hamı paylaşıb düzdür. Bu işdir. Bu insanı qurtara bilər axı. Qəlbin buna ehtiyacı var. Yəni qəlbin statusdan ayət oxumağa ehtiyacı var. Yoxdur vallahi. Qəlbin ehtiyacı olan həqiqi o qida insanın Allaha olan ehtiyacı, Allaha olan bağı və o da Allahın kitabından keçir. Yəni sən Allahın kitabı ilə arağı qüvvətli eləməsən, Allahın kitabına yönəlməsən, o qəlb həqiqi mənada rahatlığı tapa bilməz. Adam var deyir ki, axı, mənə deyir, alimlərin sözü daha şirin gəlir deyir. Nədən olar deyir. Nədən? Bədbəxtsən ona görə deyir. Başqa nə olacaq ki? Yəni İbn Teymiyyə sözünü oxuyanda sən rahatlaşırsan. Aləmlərin Rəbbi olan Allahın sözünü oxuyanda sənə rahatlıq gəlmirsə, sən bu ikisinin aləmlərin Rəbbi ilə İbn Teymiyyə sözünü bir tutursansa, birində rahatlayıb, birində rahatlamırsansa, insan qəlbinə baxmalıdır. Gör qəlb hansı vəziyyətdədir. Sən hansı qəlbi daşıyırsan? Bərbad bir qəlb daşıyırsan. İnsanların sözünə daha şirin gəlir, aləmlərin Rəbbi. Çünki niyə? Sən birini gözündə ucaltmısan, Allaha həqiqi mənada ucalda bilməmsən. Çünki insan kimin sözünə önəm verir axı? Kimi ki gözündə ucaldır. Sən Allahı ucaltsaydın, vallahi onun kəlamı olmadan yata bilməzdin. Yəni onun kəlamı, onun sözünün qəlbivə verilmiş olduğu şirinlik qədər sənə heç bir söz şirinlik verə bilməz. Ona görə Qurandan uzaqlaşmaq böyük müsibətdir. Və bu günləri həqiqətən çox azınlıqda olan insanlar istisna, insanların çoxu Qurandan uzaqlaşıblar. Qurandan uzaqlaşmaq böyük bir müsibətdir. Yəni sələflər necə idilər axı? Necə bu müasir şeyxlərdən birisi deyir ki, onların Quranla olan münasibəti, yəni sələflərin bizim telefonla olan münasibətimiz kimidir. Onların Quranla olan münasibəti bizim telefonla olan münasibətimizdir. Telefon necədir axı? Bizdə yatanda, duranda, vallahi insanlar var təharətə gedəndə, deyir telefonla məşğul olmaq olar, deyir təharətdə deyir axı. Sual verir. Yəni adam təharətdə belə o telefondan əl çəkmir, təsəvvür elə. Yəni belə bir hal, belə bir durum evdən çıxanda insan hər şeyi unuda bilir. Kaşlıq unudursan, açar unudursan, telefon ələ yapışıb. Telefon qopmaz bir parçadır. Gecə yatırsan üzərvə düşür, nə bilim balışın altındadır. Hər şey, yəni zaretkası biraz azalan kimi sən təşvişə düşürsən ki, 5% oldu bu, 10% oldu. Qışqırvağı salırsan, adaptır axtarırsan, hamısı nədir axı? Qəlbin ona bağlanmağıdır. Amma bax gör, sən nə vaxt qışqırıb Quranı axtarmısan ki? Yəni Quran hanı? Quran hardadır? Quranı hara qoymusunuz? Düzdür axı? Yəni hamısı müsibətdir vallahi. Və biz bu şəkildə davam etsək,
Allah qorusun sonumuz təhlükəlidir. Yəni mütləq insan tövbə edib Allaha geri dönməlidir. Allaha geri dönməlidir. Allahla bağı, Allahla rabitə var, rabitə. O rabitə qüvvətli olmayanda, sən rahat günahlara düşürsən və umursamırsan. Ən böyük müsibət də budur. Yəni insan günah eləyir, umursamır. Yəni umursamamaq nə deməkdir? Heç tövbə etməyə muvaffəq olmursan. Yəni, günah eləmirsən, adi gəlib də sənə qadına baxmaq, musiqi dinləmək, status mahnı paylaşmaq, düzdür? Sənə adi gəlib bunlar və heç tövbə eləməyə də muvaffəq ola bilmirsən. Çünki adi görürsən axı. Sənin üçün adidir hər şey. Qeybət eləyirsən, nəmmamlıq eləyirsən, hamısı adidir sənin üçün. Fəqət həmin o adi görmüş olduğun şeylər yığılır və qiyamət günü baxırsan ki, səni həlak edən şeylər halına gəlib. Ona görə dedi ki, günah təhlükəlidir və günahın zərərləri böyükdür. Ondan birisi də dedi, elmi insanlardan çəkil alır. Necə sələflərdən varid olub, şikayət eləyəndə ki, hafizələrinin zəifliyindən nə deyirdilər, nə tövsiyə edirdilər tələbələrinə? Günahları tərk et. Çünki günahlar, elm Allahın nurudur və Allah da o nuru asi olanlara vermir. Həqiqətən elm nurdur. Əgər biz bu günləri nəyisə oxuyub yadda saxlaya bilmiriksə, nəyisə oxuyuruq, bu gün oxuyuruq, sabah unuduruqsa, kitabı oxuyuruq, axırına çatanda başını unuduruqsa, nədən mövzu getdiyini unuduruqsa, buradan çıxırıq, qardaş nə danışmışdı, unuduruqsa, bil ki, bunların hamısının səbəbi insanın Allaha etmiş olduğu asiliklərdir və günahlardır. Həmin bu günahlar insanı həqiqi mənada həlak edir. Və biz ən birincisi günahlardan, bu danışmış olduğumuz şeylər zərərləridir. Və bundan qurtuluş yolu nədir? Yəni, Allah Azza və Cəllə bizə bir şeyi bildirəndə onun qurtuluşunu da mütləq Allah Azza və Cəllə bizə bildirir. İnsanın Allahın nəzarətində olduğunu bilməsi və Allaha tövbə etməsi. Bax, diqqət edin, Allah Subhanahu və Teala nə qədər ayətlər var ki, məsələn, alimlər buna deyirlər ki, bəzi şəriətdə əhkamlar var, Allah bunu insanların insafına buraxıb. Məsələn, tutaq ki, misal olaraq Allah Azza və Cəllə heyz halında qadına yaxınlaşmağı qadağan eləyib və yaxud da qadına fərqli bir yerdən, Allahın haram etmiş olduğu yerdən yaxınlaşmağı qadağan edib. Və bütün bu kimi ayətlərinin sonunda Allah Azza və Cəllə insanlara nə xatırladır çox zaman? Allah hər şeyə şahiddir. Allah Subhanahu və Teala ilə Allahla qarşılaşacağınız gündən qorxun, deyir Allah Azza və Cəllə. Alimlər deyirlər ki, bu elə məsələlərdir ki, yəni, məsələn, oğurluq nədir? Görürsən, gətirirsən məhkəməyə, əlinə kəstirirsən, düzdür? Bu hansı məsələdir? İki nəfərdən başqa, aləmlərin Rəbbi olan Allahdan başqa kimsənin bilmədiyi məsələdir, düzdür axı? Və Allah da insana xatırladır, Allahla qarşılaşacağınız gündən qorxun. Yəni, insanlar bilməyə bilər, insanlar sizə bir cəza tətbiq etməyə bilər, insanlar sizə bir hədd tətbiq etməyə bilər, fəqət Allah hər şeyə şahiddir. Yəni, Allah Subhanahu və Teala öz qullarına bunu bildirməsinin səbəbi nədir? Deməli, biz bilirik ki, bütün bunlara baxanda qul Allahın nəzarətində olduğunu biləndə mütləq Allahdan qorxur. Sən bilirsən axı, Allah səni görür. Sən Allahla qarşılaşacaqsan. Sən nə edirsən elə Allahdan hara gedir yaxı? Günbəgün gedir, vallahi Allaha doğru gedir yaxı. Yəni, Allah Subhanahu və Teala nə deyir ayətdə? Həqiqətən deyir, sənin Rəbbinin yaxalaması çox şiddətlidir, deyir. Biz bir gün Allahın yaxalamasına düşəcəyik yaxı. Allah bizim canımızı alacaq. Rəhməti ilə bizə möhlət verib. Rəhməti ilə, ta ki biz tövbə eləyək, Allaha dönək, Allaha geri dönüş eləyək, dillərimizi tutaq, o saniyə dedimi? O saniyələrə diqqət eləyək. Hər saniyə bizim üçün dəyərli olmalıdır. Nə çıxır bizim ağzımızdan dəyərli olmalıdır bizim üçün. Ona görə insan Allahın nəzarətində olduğunu bilməsi onu günahlardan çəkindirir. Allahla bağ qüvvətli olanda insanlar nə xəbər gətirirlərsə gətirsinlər sənə təsir eləmir. Məsələn, qəlbin gücü niyə önəmlidir? Qəlbin gücü. Niyə görə Peyğəmbər sallallahu aleyhi və səlləm və aləmlərin Rəbbi olan Allah insanların qəlblərinə yönəlir? Məsələn, qəlb o qədər önəmlidir ki, Allah Subhanahu və Teala nə deyir? O gün, qiyamət günü nə insanın malı, nə övladı fayda verməyəcək, nə dövləti fayda verməyəcək. Nə fayda verəcək? Ancaq səlim olan, salamat olan qəlb. Bu Allahın sözüdür. Bir də Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Bədəndə bir ət parçası var. O sağlam olsa bütün bədən sağlam olar. O fəsada uğrasa bütün bədən bərabərində fəsada uğrayar. Ona görə qəlb güclü olanda heç bir şey ora toxuna bilmir axı. Allah və Rasulü bizi qəlbi gücləndirməyə yönləndirir. Sələflərdən birisi yataqda olur və çox ağrı və acılı günlər keçirdir. Və eyni zamanda da gülür.
Gəlirlər soruşurlar ki, de görüm, sən bu qədər ağrının acının içərisində necə gülürsən? Yəni bu gülüşün səbəbi nədir? Deyir, vallahi bilirəm ki, Allahla qarşılaşacağam deyir. Yəni o ayrı bir aləmdədir. Yəni zahirən insanlar baxır ki, bu acı çəkir, amma onun ayrı bir aləmi var. O Allahla qarşılaşacağı günü ümid eləyir. O Allahla qarşılaşacağı günə hazırlıq görür. O fərqli bir aləmdədir. Niyə? Qəlbi salamatdır. Qəlb salamat olmayanda, qəlb paramparça olanda biri gəlir ki, qıtlıq olacaq. Sən qaçırsan bravo, bütün makaronları yığırsan axı. Niyə? Qəlb paramparçadır. Qəlb Allaha güvənə bilmir. Qəlb Allaha yönələ bilmir. Qəlb Allahla rabitəsi zəifdir deyə hər gələn xəbərdən qorxur. İnsanın çox qorxması nəyin əlamətidir? Allahla bağının qüvvətli olmamasının əlamətidir. Qulun Allahla bağı qüvvətli olanda nə xəbər eşidirsənsə eşit, yəni ən fazla alacağın şey nədir? Şəriətin sənə vermiş olduğu şəkildə tədbir görmək. Onun xaricində baş verən heç bir hadisə sənə zərrə qədər təsir etmir və bu sahabələrin vəsfidir. Necə ki Allah Subhanahu va Taala onları vəsf eləyəndə nə deyir? Əlləzinə qalə lehumun nasu innən-nase qad cema'u lakum. İnsanlar gəlib onlara dedilər ki, bir qrup insanlar gəldilər sahabəyə nə dedilər? İnsanlar sizə qarşı ordu toplayıb, fəxşəvhum, onlardan qorxun. Yəni təsəvvür elə ki, xəbər gəlir ki, bu dağın arxasında sizə qarşı bir ordu gəlir. Şəxs gəlmir. 1 nəfər, 2 nəfər, 3 nəfərdilər, 4 nəfərdilər. Yox vallahi. Ordu gəlir deyir sizə qarşı və deyir ki, onlardan qorxun. Hələ bir qorxudur da. Xəbər verir və sonra da deyir ki, onlardan qorxun. Nə baş verir sahabədə? Sahabədə baş verən şey nə idi? Fəzədəhum imanən deyir Allah Azza və Cəllə. Bu xəbər onların imanlarını daha da artırdı. Təsəvvür edirsən axı. Bu gələn xəbər ordu gəlmir üstümüzə qardaş. Normalda bizə nə deyirlər? Qorxun. Həmin bu xəbər onların Allaha olan imanını daha da artırdı və dedilər ki, Allah bizə yetər, o nə gözəl qoruyandır. Bitdi, bu qədər bəsit. İbrahim aleyhisselam oda atılır. Oda atılır qardaşım, od. Od nədir? Yəni təsəvvür elə oda atılmaq bir dərd. Yəni odda yanmaq daha doğrusu bir dərd. Oda atılmaq, ora qədər gətirilmək, onun stresi, onun əziyyəti, zaten bu bizə kifayət. Oda atılmağa ehtiyac yoxdur. Yəni insan ora qədər gəlməsi, o imtahanlar, o şeylər ora qədər getməsi zaten insana yetir. İbrahim aleyhisselamda zərrə qədər heç bir şey yoxdur. Nə deyir? Hasbunallahu və ni'məl vəkil. Niyə qardaşım, niyə? Çünki onların qəlbləri Allahla araları qüvvətli idi. Onlar bilirdilər ki, Allahın vədi haqdır. Allahın vədi haqdır. Allah qoruyacam dedisə qoruyacaq. Bitdi. Yəni ona görə qəlb zəif olanda, qəlb gücsüz olanda insanda nə baş verir? Pis hadisələr baş verir. İnsan öz kölgəsindən qorxur. Yolda gedir, arxaya baxır. Yolda gedir, nə bilim. Yəni insan narahat yaşayır. Cinlərdən qorxur, insanlardan qorxur, hər bir şeydən qorxu içərisindədir. Malının itməyindən qorxur, malına zərər gəlməyindən qorxur. Niyə? Qəlb həqiqi hədəfini itirib. Amma qəlb Allaha bağlı olanda adam nə itirirsə itirsin bərabərində ona zərrə qədər bir təsiri olmur bu mənada. Ona görə dedik ki, günahların zərərləri çoxdur. Günahlar insanı həlak eləyir. Günahlar bilmirik ki, harda bizə toxunacaq, harda bizim başımıza nə müsibət gətirəcək. Günahlar elmin bizdən qalxmasına, yaddaşlarımızın zəifləməsinə, Allahla bağımızın qopmasına səbəblərdir. Ona görə günahlardan şiddətlə çəkinmək gərəkir. Günah qulun Allahın gözündən düşməsinə səbəbdir. Günah qulun Allahın gözündən düşməsinə səbəbdir. Vallahi bu dünyada heç kimin gözündən düşmək istəmir. Təsəvvür elə ki, bir adam sənə mesaj yazır ki, sən mənim gözümdən düşdün. O adam sənin üçün dəyərli olmasa belə, bu söz sənə böyük bir yer eləyir. Yəni sən narahat olmağa başlayırsan ki, mən bunun gözündən niyə düşməliydim ki, düzdür? Narahat olursan. Halbuki qabaqda olan insan insandır, qəlbi dönükdür. İndi sən gözümdən düşdün deyər, sabah səni qaldırar dağların başına qoyar. Bu gün söyər, sabah sevər, bu gün sevər, sabah söyər və yaxud da tam tərsi. Ona görə bu insanda belədirsə, bir də düşün ki, sən günah elədiyin səbəbi ilə aləmlərin Rəbbi olan Allahın gözündən düşmə ehtimalın var. Yəni qul məgər bundan qorxmamalıdır. Bundan daha çətin insan üçün nə ola bilər ki? Bir var Allah qatında dəyərə minmək. Bu qul üçün necə böyük bir şərəfdir. Necə qardaş bayaq zikr elədi ki, insan Allah Subhanahu wa Taala insanın ismini zikr etməsi qula necə böyük bir sevinç verir. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm gəlib sahabəyə deyəndə ki, Quran oxu. Allah Subhanahu wa Taala sənin səsini, Allah Subhanahu wa Taala sənin Quran oxumağını sevir deyəndə sahabə nə edə axı? Hönkür ağladı. Soruşanda ki, niyə ağlayırsan? Allah mənim ismimi zikr etdi deyir. Təsəvvür elə, necə təsir edib sahabə ki, yəni Allah mənim ismimi zikr elədi.
Təsəvvür elə axı, necə insan üçün böyük bir şərəfdir. Allahın sənin ismini çəkməsi, mən filan qulumdan razıyam deməsi, o filan qulum belə, o filan qulum belə deməsi, sən nəyə nail olduğunun fərqindəsən? Bir də düşün ki, tam tərsi. Sən Allahın gözündə heç bir dəyərin, qiymətin yoxdur. Heç bir qədir qiymətin Allah qatında yoxdur. Və bu insan üçün ən böyük zillətdir. Və belə olduğu təqdirdə qul Allahın gözündən düşdüsə, Allah Subhanahu va Taala sənə qiyamət günü gələndə sənə nəzər etməsə, sənə baxmasa, səndən üst çevirsə, sən nə gözləyirsən ki bundan? Yəni bundan böyük müsibət ola bilər insan üçün. Və qul dünyadaykən Allahın gözündən düşdüsə, vallahi həmin qul baxırsan ki, həlak olur. Çünki günah gətirir axı. Sən bir günah eləmişdin, 2 günah eləmişdin və başlayırsan həmin günahlar ardı-ardına başqa qapılar açılır və bir də baxırsan ki, Allahın dinini tərk eləmirsən. Ona görə qul Allahın gözündən düşməkdən çox şiddətlə qorxmalıdır. Çox şiddətlə. Yəni Allahın gözündən düşmək vallahi xəfif bir şey deyil, bəsit bir şey deyil. Çünki Allah qullarına mərhəmətlidir. Allah qullarına qarşı şəfqətlidir. Yəni sən nə etməlisən ki, Allahın gözündən düşəsən axı? Təsəvvür elə, sən nə etməlisən ki, Allahın gözündən düşəsən? Allah Subhanahu va Taala, o Allah ki, mərhəmət sahibidir. İnsanın günahdan çəkindirən ən böyük amil vallahi Allahı tanımasıdır. Sən Allahı həqiqi mənada başa düşəndə, Allahdan o şəkildə qorxursan, onu tanıyırsan, onu bilirsən, onun mərhəmətini bilirsən, günah edirsən, qayıdırsan, gəlib ağlaya-ağlaya tövbə edirsən və yəqinsən ki, Allah səni bağışlayıb. Nəyin səbəbini? Allahı tanıyırsan çünki. Necə sələflərdən birisindən soruşurlar ki, birdən qiyamət günü sənə desələr ki, təklif eləsələr, anan səni hesaba çəksin, yoxsa aləmlərin Rəbbi olan Allah, kimi istəyirsən, kimi seçərsən, deyir, vallahi Allahı seçərəm, deyir. Təsəvvür elə, bu bilirsən nə deməkdir axı? Yəni, hansı ana övladını ateşə atar? Hansı ana övladını ateşə atar? Deyir, vallahi anamı istəmirəm, deyir. Məni hesaba çəkməsi üçün seçim verilsə, mən anamı istəmirəm, deyir, aləmlərin Rəbbini istəyirəm. Təsəvvür elə, buna dedizdirən şey nədir axı? Allahı tanımasıdır. Yəni, bu adam Allahı tanıyır, bilir ki, Allah nə qədər mərhəmət sahibidir, bilir ki, anasının ona etməyəcəyi mərhəməti aləmlərin Rəbbi olan Allah eləyəcək. Qul Allahı biləndə, Allahın mərhəmətini biləndə, Allahın şanını biləndə, Allahın əzəmətini biləndə, Allaha qarşı olan ibadəti, tavrı, halı, hər bir şey Allaha qarşı dəyişir. Məsələn, sələflər niyə çox qorxurdular axı? Çünki onlar Allahı bilirdilər, Allahı tanıyırdılar. Sələflərdən birisi gecə yatanda yerində qıvrılır. Diyana bilmir, qalxır namaz qılır. Soruşur ki, oğlu, ey ata, səni nədir bu hala salan? Gah uzanırsan, gah qalxırsan, gah namaz qılırsan. Deyir, vallahi qorxuram ki, birdən ateş mənə toxunar. Qorxuram ki, birdən ateş mənə toxunar. Yəni, həm Allahı bilib ona ümid bəsləyirdilər, həm də Allahın eyni zamanda əzabını bilib Allahdan qorxurdular. O qorxu və ümid arasında yaşayırdılar. İndi bizdə nə ümid kimi ümid var, nə qorxu kimi qorxu var. Çox pis haldayıq. Mütləq Allaha tövbə etməliyik. Mütləq. Yəni hər birimiz gecə gedib evlərimizdə, yataqlarımıza girmədən öncə, isti yerlərimizə girmədən öncə Allaha mütləq tövbə etməliyik. Allahdan bağışlanma istəməliyik. Allahdan istəməliyik ki, Allah bizi qaytarsın öz halımıza. Allahdan istəməliyik ki, bizim qəlblərimizi islah etsin. Allah Subhanahu va Taala'dan istəməliyik ki, bizi bağışlasın, bizə rəhm etsin, bizə rəhməti ilə müamilə etsin. Çünki o bizə rəhm eləməsə, o bizi bağışlamasa, vallahi kimsə bizi gəlib qurtara bilməyəcək. O işlədiyimiz işlər, pullar, yataqların altında gizlənən şeylər, onlar heç birisi insana fayda verməyəcək. Ev, mini, hamısı qalır bu dünyada, səni aparırlar, bastırırlar və sən Allaha doğru gedirsən, hesab da Allaha qalmış olur. Allahdan istəyirəm, Allah bizə eşidib faydalan qullardan etsin. Allah Subhanahu va Taala'dan istəyirəm ki, bizi ixlaslı qullarından etsin. Bizi sevib razı qaldığı, bizi mələklərinin yanında zikr etdiyi qullarından etsin. Allahdan istəyirəm ki, Allah bizim bütün günahlarımızı bağışlasın, qəlblərimizi düzəltsin, qəlblərimizi islah etsin və bizi cənnət əhlinin sakinlərindən etsin və bizə cəhənnəm əzabını, qəbr əzabını haram etsin. Allahumma amin. Və axiru davana elhamdülillahi rabbil alamin. Allah razı olsun.